OTK-nın 9-cu siniflər üçün keçirdiyi buraxılış imtahanı sınavına düşmüş bu sualın izahına baxaq. Burada əvvəlcə 7-ni biz kök altında 7-nin kvadratı kimi, 8-i də kök altında 8-in kvadratı kimi yanaşsaq, burada nə baş verər? Kök 7-nin kvadratı bölək kök 7. Bunlar ixtisar yedir təbii ki. 8-in də yerinə yenə kök 8-in kvadratı yazırıq. Bunlar da ixtisar 7. Sonra 4 çıxaq kök altında 14 bərabərdir A-ya. Burada qaldı deməli kök altında 7 üstə gələk kök altında 8. Vuraq 4 çıxaq kök altında 14 bərabərdir A-ya. İndi gəlin biz bunu vuraq açaq. Kök 7-ni 4-ə vursaq 4 kök 7. Kök 7-ni 14-ə vursaq 14-ü də gəlin parçalayaq 2 vuraq 7 kimi göstərək. Üstə gələk. 4-ü kök 8-ə vursaq 4 kök 8 eləyər. 8-i də parçalasaq 2 vuraq 4. Çıxaq. Kök 8-i də kök 14-ə vuranda yenə eyni şəkildə parçalasaq 2 vur 4, 2 vur 7. Bərabərdir A-ya. Daha sonra burada alırıq deməli 4 kök altında 7 çıxaq. 2-dən 7-dən biri çıxdı kökdən, 2 qaldı kök altda. Burada 4-dən 2 çıxır, qarşıdakı 4-ə vurulur, olur 8 kök altında 2. Sonra 2-dən 2-dən biri çıxır, 4-dən 2 çıxır, 7 qaldı kök altında bərabərdir A-ya. İndi gəlin sadələşdirək. Burada 4 kök 7, bu da 4 kök 7 eləyir. Bunlar islah olur. Sonra 8 kök 2-dən 7 kök 2-ni çıxanda 1 dənə kök 2 qalır əlimizdə. Deməli, tapdıq ki, A kök 2-yə bərabər imiş. Ondan sonra qaydırıq sualı. Bizdən soruşur, bu ifadənin qiymətini tapın. Gətirək o zaman bu ifadədə A-nın yerinə kök 2 yazaq. Burada kök 2-ni kök 2-yə vuranda eləyər kök 2-nin kvadratı. Kvadratla kök getdi. 3-ü də 2-yə vuranda cavab 6 olar.